Salam değerli izləyicilər. Bugün sizin üçün 18 may 2025-ci ildə keçirilən hədəf kurslarının keçirdiyi blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edirik. Suallarımıza keçid alaq. 61-ci sualda qeyd edilir ki, Sarıqamış döyüşündə Osmanlı qoşunlarının məğlub olması ilə Osmanlı dövləti 1-ci Dünya müharibəsindən çıxdı. Xeyr, bu Mudras müqaviləsinə əsasən idi. Almaniya ilə Osmanlı arasında hərbi ittifaq pozuldu. Bu da yanlışdır. ABŞ 1-ci Dünya müharibəsinə daxil oldu. Xeyr, yanlışdır. Osmanlı, İngiltərə, Fransa İstanbul şəhərini işğal etdi. Xeyr, bu da olmayıb 1-ci Dünya müharibəsində. Osmanlı qoşunu Cənubi Azərbaycandan çıxarıldı. Doğru cavabımız Y variantıdır və ruslar daxil oldu. 62-ci sualda qeyd edilir ki, verilənlər arasında torpaq mülkiyyətinə aid olan, hansı torpaq mülkiyyətinə aid olan məlumat yoxdur. 3-7-ci əsrdə irsən keçən torpaq, irsən keçən dastakert və yaxud mülk ola bilər. Dastakert var. Ərəblər dövründə icarəyə verilə bilərdi, satılıb bağışlana bilməzdi. Bu vəqf torpaqlarıdır, Y də var. 16-cı əsr xidmət müqabilində verilən şərti torpaq idi, Tiyul torpaqlarıdır. Bu 16-cı əsrdə xidmət müqabilində verilən şərti torpaq idi, Tiyul olar. Və yaxud Cagir də ola bilər, yəni Böyük Moğol dövlətində. 13-14-cü əsrdə xan və onun ailəsinə məxsus olan torpaqlar isə İncu adlanır. Deməli, burada uc torpaqlarına aid olan məlumat yoxdur. Doğru cavabımız A variantı. 63-cü sualda uyğun olmayan bəndi müəyyən edin. Atropatena dövlətinin cənub qonşusu idi, Parfiya dövləti. Yanlışdır. Rəbadilər dövləti şimal qonşusudur, Şəddadilər doğrudur. Dərbəndilər sülaləsinin qonşusu Səfəvilər 1538 doğrudur. Dərbənd əmirliyini yaratmışdı Haşimilər sülaləsi, Haşim ibn Süraka düzdür. Sacilər dövlətini yaratmışdı Əbusaz Divdad. Əslində burada yanlış olan Sacilər dövlətini Əbusaz Divdad yox, Məhəmməd ibn Əbusaz yaradıb. Ona görə də Y uyğundur. 64-cü sualda məntiq ardıcılı tamamlanan uzaq şərqdə SSR ilə Yaponiya arasında gərginliyin artması, Yaponiya ilə Almaniya arasında yaxınlaşmanın baş verməsi və nəticədə SSR Almaniya arasında bir-birinə hücum etməmək haqqında müqavilənin bağlanması, yəni A uyğun cavab olar. 65-ci sualda qeyd edirik ki, 18-ci əsrin 30-cu illəri Rusiya və Osmanlı tarixinə aid ortaq cəhət. Biz görürük ki, məsələn, 1835-ci ildə Gəncə müqaviləsinə əsasən və eyni zamanda 1735-ci ildə 3 kilsə döyüşündən sonra həm ruslar, həm də Osmanlı Azərbaycan ərazisini tərk etmişdi. Ona görə də burada digər variantlara baxanda Səfəvi dövlətinə qarşı ittifaq bağlanmaları yanlışdır. Azərbaycan torpaqlarını öz aralarında bölüşdürdülər. A və B variantı yanlışdır. Bundan əvvəl 20-ci illərdə bölüşdürmüşdülər. Azərbaycan öz qoşunları tamamilə çıxartdılar. C uyğun cavabdır 65-də. Və növbəti 66-cı suala baxaq. Xəritədə ərazisi ştrixlənmiş rayonlara aid ortaq cəhətlər müəyyən edin. Baxanda deməli bu oxunan göstərilmiş ərazi Zəngilan rayonudur. Eyni zamanda digər oxunan göstərdiyim ərazi isə Füzuli rayon ərazisidir. Deməli, Füzuli ilə Zəngilan lokal antiterror əməliyyatının əsasında rayon mərkəzi azad edilmişdir. Xeyr, Vətən müharibəsinə azad olunub. Ona görə də burada B uyğun cavab olur. 44 günlük Vətən müharibəsindən sonra burada deyir ki, hava limanları istifadə edilir. Həm Zəngilan rayonunda, bəli, həm də Füzuli rayonunda hava limanları istifadə verilmişdir. Doğru cavabımız B variantıdır. Ərazisinin bir hissəsi aprel döyüşləri zamanı işğaldan azad edilmişdir. Yanlışdır. Bunu Füzuliyə aid Lələtəpə aid göstərmək olardı, amma Zəngilana aid deyil. 2020-ci ildə yaranmış Qarabağ İqtisadi rayonuna daxil edilmişdir. Qarabağ İqtisadi rayonuna Zəngilan rayonuna daxil deyil. 2020 sentyabr ayında düşmənin silahlı qüvvələri tərəfi təxribat törədilmişdir. Yanlışdır. Deməli, elə doğru cavabımız B variantıdır. 67-ci sualda İngiltərədə şanlı inqilabın nəticələrinə aiddir. Respublikaya son qoyuldu. Artıq 1649-da son qoyulmuşdu. A deməli Respublikaya son qoyuldu. 1653-cü ildə hələ şanlı inqilaba aid deyil. İlk dəfə hakimiyyət bölgüsü tətbiq olundu. Bu ABŞ-da olub. B də yanlışdır. Stuartlar sülaləsində hakimiyyəti bərpa edildi. Xeyr, əslində ləğv edildi. Kapitalizmin inkişafı sürətləndi. D uyğundur. Uzunmüddətli parlamentin fəaliyyəti 1653-də dayanmışdı. Bu da yanlışdır. Deməli, D uyğun cavab olar.
68-ci sualda hadisə nəticə əlaqələrinin uyğunluğu müəyyən edin. Gürlərin Qəzvin şəhərini tutub yandırması, Qəznəvilərin paytaxt Lahar şəhərinə köçürülməsi. A doğrudur. Uyğurların Müsəvilik dinini qəbul edənlər Xəzərlərdir. B uyğun olmaz. Xaçlı yürüşlərin baş verməsi, Avropada ilk dəfə kağız və baratla tanış olması doğrudur. Deməli A, C uyğundur. Doğru cavabımız burada A variantıdır. Digərinə baxanda Normandiya Vilhelmin İngiltərədən işğal etməsi, kəndlərin təhkimli vəziyyətindən azad edilməsi, əksinə təhkimçiliyin daha da artmasıdır. Deməli D də yanlışdır. 68-ci suala baxdıq və növbəti 69-a baxırıq. Azərbaycanda 20-ci əsrin əvvəllərində yaradılmış ilk milli partiya və onun banisini müəyyən edin. Bu Azərbaycanda ilk yaradılmış milli partiya Qeyrət partiyasıdır. Ələkbər Rəbəyi Rəfiq Bərliyin başçılığı altında Gəncədə yaradılmışdır. Burada da sualın doğru cavabı D variantında verilib. 70-ci sualda Strelca konferansında iştirak edən dövlətlər. Bu təbii ki 1935-ci ildə olan bir müqavilədir. Burada da iştirak edənlər deməli İngiltərə, Fransa və İtaliyada. Doğru cavabımız C variantında göstərilib. 71-ci sualda verilənlər aiddir. Şuandahıl və Durdukka şəhərlərinin üsyanlarının baş verməsi, Sirdakka şəhərinin müqavilə imzalanması. Bu təbii ki Manna dövlətinə aiddir. Assuriyanə alınan müqavilə B uyğundur. 72-ci sualda Dekabristlər üsyanı Gülhana xətti şərifi böyük dəyənək siyasəti. Burada uyğunlaşdırsaq, burada qeyd edək ki, Dekabristlər üsyanı Rusiyada baş verib. C 1-ə gedəcək. Gülhane xətti şərifi Osmanlı dövlətinə aiddir. Y 2-yə gedəcək. Və eyni zamanda böyük dəyənək siyasəti ABŞ-a aid. A da 3-ə gedəcək. Deməli C-Y-A olmalıdır. C-Y-A cavabı C-Y-A burada deməli Y variantında göstərilib. 73-cü sualda xronoloji cədvəldə hadisələr arasında yerini dəyişdirək, düzgün xronoloji ardıcıllıq alınar. Türkiyə torpaq islahatı haqqında qanun qəbul olunub 1945-də. Sonra Fransada 4-cü Respublika 1946-da yaradılıb. Böyük Britaniya Avropa Birliyindən çıxması 2020-ci ildə olub. Brexit planına əsasən. Müstəqil Dövlətlər Birliyinin yaradılması MDB 1991-də yaradılıb. Digər isə Çin Xalq Respublikasının üzvlüyə BMT-yə üzv qəbul olması 1971-ci ildə idi. Burada uyğunluğa diqqətlə baxsaq, deməli 3 ilə 5-in yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Burada da Y uyğun cavab olur. 74-cü suala baxırıq. Azərbaycanın 3-cü Respublika dövrünə aid olan hadisələrdə daha sonra baş vermişdir. Əsrin müqaviləsi 1994-də idi. Torpaq islahatı haqqında qanun 1996. ATƏM-in Minsk qrupunun təsisatının yaradılması 1994. Asan xidmət deməli 2013-cü ildə idi. Asan xidmət D variantında. Bütün çadır şəhərciklərinin ləğv edilməsi 2007-ci ildə idi. 2007. Deməli, daha sonra baş verən təbii ki D uyğun cavabımız D variantındadır. 74-də D. 75-ci suala baxaq. AXC-nin 5-ci hökumət kabinetinin fəaliyyətinə aid. 5-ci hökumət kabineti 1919-cu ili deməli 19-cu ilin dekabr ayından deməli 20-ci ilin 1920-ci ilin deməli qeyd edək ki mart ayına qədər olan hadisələr bu aralıqda olmalıdır. Dövlət teatrının deməli təşkil edilməsi 1918-ci ilin oktyabr ayı, məktəblərin milliləşdirilməsi deməli 28 avqust 1918, Təbriz şəhərinin konsulluğunun açılması de jure tanınması ilə idi. Deməli mart ayında idi. 1920-ci ilin mart ayında o aid olduğuna görə C uyğun gəlir. Bu düşür bu tarixə. Əsl inqilabla müqavilə 1919-cu ilin 11 iyun tarixinə düşmür. Və Naxçıvan General Qubernatorluğun yaradılması isə deməli 1919-cu ildə idi.
Burada uyğun cavab, daha doğrusu deməli, Naxçıvanda general qubernatorluğun yaradılması noyabr ayında 1918 uyğun düşmür. Burada C uyğun, Naxçıvan general qubernatorluğu daha doğrusu 1919-cu ilin fevral ayındaydı. Sonradan Cəmilinski avqust ayındaydı. 1919-cu ildə yaradılmışdı. Deməli, burada uyğun cavabımız C variantıdır. Növbəti suala baxsaq, deməli 1919-cu ilin avqust ayında olduğuna görə bu aralığa düşmədiyinə görə götürmədik. Burada C uyğun cavab oldu. 46-cı sualda xronoloji ardıcılı müəyyən edin. İsrail dövlətinin yaradılması 1948, sonra SSR-nin Əfqanistana hərbi müdaxiləsi 1979, Varşava 1955, Campbell-David sazişi isə 1978 olduğuna görə ardıcılıq gedəcək, deməli. Ardıcıl olmalıdır. 1, 3, 1, 3, 4, 2. 1, 3, 4, 2 olmalıdır ardıcılıq. Deməli, burada da 1, 3, 4, 2 D variantında göstərilib. 77-ci sualda Rusiya və Avstriya ordusunun məğlub olduğu döyüş. Təbii ki, Austerlitz döyüşüdür. 1805-ci ildə olan hadisədir. Burada da Y uyğun cavabdır. 78-ci sualda 19-cu əsrin 30-cu illəri Qubada və 60-cı ildə Zaqatala üsyanını müqayisə edərək onların oxşar və fərqli cəhətlərini Eyler-Venn diaqramında müəyyən edin. Komendant idarə üsuluna qarşı Qubada üsyan baş verib. A 1-ə gedəcək. Üsyan məğlub olsa da nəticəsiz qalmaması, ortaq cəhətdir. B ortaq olur. Üsyan fəalları Sibirə sürgün edildi. Hər ikisində Sibirə sürgün olma halları olub. Qafqaz canişini dövründə 1863-cü ilə baş verdiyinə görə Zaqatala dövrünə düşüb. Çünki 1844-1883-cü illərdə Qafqaz canişini dövrünə düşür. Ona görə də burada D bəndi 2-yə düşdü. Gedişində hərbi şura yaradılması. Hərbi şura isə Qubada baş verən üsyanda mövcud idi. Ona görə də D bəndi gedəcək 1-ə. Daha doğrusu Y bəndi gedəcək 1-ə. Deməli, A-Y getdi 1-ə. A-Y getdi 1-ə. 2-də D, 2-də D, 3-də B-C. Doğru cavabımız Y variantında göstərilib. 79-cu sualda uyğunluğu müəyyən edin. Arşakilər sülaləsi dövründə 72-74-cü illərdirsə, bu Albaniya alanların yürüyüşünə məruz qalıb. A bəndi doğrudur. Roma imperiyası ilə diplomatik münasibətlərinin qurulması da deməli düşəcək. Katsiya döyüşü yanlışdır. Deməli, Katsiya döyüşü yanlışdır. Mehranilər sülaləsi dövründə isə Xəzər ordusunun məğlub edilməsi, bəli, 662-ci ildə Cavanşirin dövründə A var. Ağoyan keçən məclisi Arşakilər dövründədir. Yanlışdır. Sasanilərlə müttəfiq olması doğrudur. Deməli, AC 2-də AC, 1-də AB. AC və AB doğru cavabımız C variantında göstərilib. 79-cu sualda 80-ci suala baxaq. 80-ci suala növbəti. 80-ci suala baxaq. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İngilis komandanlığının general qubernatorluq yaratdığı ərazi Naxçıvanda idi. Burada da 4 rəqəm göstərmiş ərazidə idi. Burada da Y uyğun cavab idi. Sonra general qubernatorluğu yaratdığı ərazi. Sonra 81-ci sualda qeyd edilir ki, Qacarlar dövlətinin qalib gəldiyi döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Deməli, Qacarlar dövlətinin qalib gəldiyi. Burada Qacarlar dövlətinin qələbə qazandığı Sultanbudda olub, Aslandüzdə olmayıb, yanlışdır. Sərdarabadda məğlub olub, deməli, qalib gəlməyi istəyir. Qarababada qalib gəlib, Qəmərlidə qalib gəlib. Deməli, ardıcıllıq olmalıdır. 5, 4, 1. Deməli, 5 olmalıdır. 4 olmalıdır. 1. Deməli, doğru cavabımız B variantında göstərir. 83-cü sualda xəritədə rəqəmlərlə verilmiş dövlətlərin 20-ci əsr tarixinə aid olan hadisələrini müəyyən edin.
Əlcəzairə müstəqillik verən Fransa idi 60-cı illərdə. Ayvian sazişinə əsasən Fransadır. Krımı ilhaq edən 2014-cü illər Rusiyadır, amma burada 20-ci əsr tarixinə aid olduğuna görə götürmürük. Koreya müharibəsini Cənubi Koreyanı müdafiə edən NATO-ya daxil olduğuna görə bu Türkiyə ərazisidir. D bəndi deməli NATO-ya daxil olduğuna görə Türkiyədir. Bir də repressiya qurbanlarının bəraət verilməsi demək Xruşovun dövründə Rusiyaya düşəcək. D bəndi gedəcək 2-yə. Şərq siyasəti isə Almaniyaya aid olduğuna görə götürmürük. Deməli 1-də C olur. Deməli 1-də C, 2-də D, 3-də A. Doğru cavabımız D variantında göstərilib. 83-cü sualda qeyd edək ki, Ağqoyunlu bəyliyinə aid olan xüsusiyyətləri müəyyən edin. Qaraqoyunlara qarşı Teymurlərin ittifaqda olması. Bəli, məsələn, Qara Yusifə qarşı Teymurlərin ittifaqda olmuşdu. 1 var. Teymur Əbu Səidin məğlub etməsi Ağqoyunlu dövlətinin dövrünə idi. Uzun Həsən onun məğlubiyyəti uğratmışdı. 2 yanlışdır. 1468-ci ildə Ərdəbil hakiminin qüvvələrinin məğlub edilməsi deyək ki, Şəməsi döyüşündə idi. Və bir də Şahdağ döyüşündə olduğuna görə bu dövlətin dövlətçiliyə aid Ağqoyunlu dövlətçiliyinə buna götürmürük. Osmanlı dövlətinə qarşı mübarizədə Teymurlərinə yaxınlaşması, bəli, İldırım Bəyazidə qarşı ittifaq yaratmışdı. Ona görə də 4 uyğundur 83-də. 84-cü suala baxaq. Deməli 18-ci əsrin 70-ci illərinə aiddir. Rusiya Qara dənizdə üzmə hüququ qazanması bələdçi qaynaqçal müqaviləsinə əsasən idi. 1 var. İngiltərə ilə mübarizədə yeni dövlətin yaranması ABŞ-dır deyək ki. Deməli bunu da götürmək olar. ABŞ-ı da götürməli. 1-2 var. Boston çay qonaqlığı hadisəsi deməli 1773 olduğuna görə təbii ki, bu 3-ü də götürə bilərik. 1-2-3. 7 illik müharibədə Fransanın məğlub olması 1756-63 olduğuna görə 4 düşmür 70-ci illər. Alda döyüşündə Şeyx Mənsurun qalib gəlməsi 1783-cü ildə olduğuna, 85-ci ildə aid olduğuna görə 18-ci əsrin 80-ci illərində baş verib. Deməli, doğru cavabımız olub 1-2-3. 85-ci sualda eradan əvvəl 2-ci əsrdə Roma tarixinə aid olanları müəyyən edin. Aralıq dənizin qərbində ağalığı əldə etməsi 1 olar, 1 var. Sonra paytaxt köçürülməsi 330-cu ildə 4-cü əsrə aiddir. Bu düşməz Vizantiyə. Varlı Romalıların torpaqlar məhdudiyyəti qoyulması. Qıraq qardaşları, Tiberi qıraq və Qay qıraq. Təbii ki, bu da uyğundur. 250 hektar sahəsi olmalıdır. Məhdudiyyət qoyulması düzdür. Yoxsullara torpaq verilməsi ona aiddir. Selevkilərlə döyüşdə məğlub olması qələbə qazanmışdı Maqneziya döyüşündə. Müharibə və sülh məsələlərini konsul yox, senat rəhbərliyi edirdi. Yanlışdır. Deməli, elə 1-lə 3 uyğun cavabdır. 86-cı sualda 21-ci əsrin ilk 10 illiyi dövründə Azərbaycan Respublikası üçün səciyyəvidir. Lissabon samitində ərazi bütövlüyünün belə deyək ki, bütövlüyün tanınması ilə bağlı bəyanat verilməsi 1996-cı ildə Lissabon samiti idi. Bu 19-cu əsrin sonlarına, ikinci yarısına, deməli sonlarına düşür. 1 yanlışdır, 1 olmaz. Bu da 21-ci əsrin 2-10 illiyi soruşur. 1996 düşmür. Avropa Şurasının tam hüquqlu üzv 2001-ci ildə aid olana görə 2 düşük götürürük. Bakı Tiflis Ceyhan boru kəmərinin istismara verilməsi 2006-cı ildə aid olduğuna görə 21-ci əsrin 2010 illiyə düşür. 3 var. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü 2011-ci ildə seçildiyinə görə yanlışdır. Deməli, burada ilə 2 ilə 3 uyğun cavab olur. 87-ci sualda 1-ci Rusiya müharibəsi gedişində Rusiya tərəfindən işğal edilməmişdir. 1-ci Rus-İran müharibəsi gedişində Rusiya tərəfindən işğal edilməmişdir. 1806-cı ildə işğal edilərək Rusiyanın əyallətinə çevrildi. Bir də 3, 19-cu əsrin 2-ci 10 illiyində ləğv edilmişdir. Baxırıq, deməli, Bakı xanlığı 1-ci Rusiya-İran müharibəsi gedişində Rusiya tərəfindən işğal edilməmişdir. Deyir, Bakı xanlığı işğal edilmişdir. İşğal edilməmiş. 1-ci Rus-İran müharibəsi gedişində Rusiya tərəfindən işğal edilməmişdir. Təbii ki, bu İrəvan xanlığıdır. B gedəcək 1-ə. B 1-ə getdi.
Sonra 1806-cı ildə işğal edən Rusiyanın əyalətinə çevrildi. Bu Bakı xanlığıdır. Bakı və Dərbənd olar. Deməli, 2-yə gedəcək AY. 2-yə getdi AY. Hər ikisi işğal olunan əyalətə çevrilmişdi. 19-cu əsrin ikinci 10 illiyində ləğv edilən bunların içərisində ikinci 10 illiyində ikinci 10 illiyində ləğv edilmişdi. Bu da Şəki xanlığına aiddir. D bəndi gedəcək. Deməli ki, 1-ə. Burada qalır deməli B, AY, deməli C qalır. C deməli Gəncə xanlığı birinci Rus Qacar. Bu Gəncə xanlığının heç birində ikinci 10 illiyə və heç birinə düşmür. Deməli C heç birinə aid olmadı. Bir də B, 2-də A-yı, 3-də D uyğun cavab olur. Növbəti suala baxırıq. Sizə təqdim olunmuş mənbəni oxuyun. Burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqlara cavab verərini qeyd edin. 20-ci əsrin əvvəllərində Rusiya imperiyasının ərazilərində olduğu kimi, onun müstəmləkəsi olan Şimali Azərbaycanda da ümumi iqtisadi siyasi vəziyyət mürəkkəbləşdi. Balaxanı mədənlərini başlamış tətil tezliyi ilə digər müəssisələrin bütün şəhərləri əhatə edərək ümumi tətil aldı. Tətilçilər əsasən iqtisadi xarakteri olmalı siyasi tələblər irəli sürdülər. Nəticədə neft sənayetçiləri fəhlələri arasında müştərək müqavilə imzalandı. Təbii ki, bu 1904-cü ildə imzalanan Mazut Konstitusiyasıdır. Burada da bəhs olan müqavilənin ili 1904-dür. İlk müştərək müqavilə. Tarixi biliyyə əsasən müqavilə fəhlələri arasında necə adlandırılır? Mazut Konstitusiyasıdır bu. Mazut Konstitusiyası, belə yaza bilərsiniz. Tarixi biliyyə əsasən müqavilənin ən azı 2 nəticəsini müəyyən edin. Təbii ki, burada müəyyən tələblər vardı. Onları yerinə yetirəcəklərini vəd vermişdilər. Təbii ki, fəhlələrin maaşları artırıldı və onlara ildə bir dəfə məzuniyyət verilməli idi. Deməli, həftədə bir dəfə istirahət günü istirahət verilməli idi. Ona görə də burada da 90-cı müəyyən tələblərin müəyyən bir hissəsi yerinə yetirilmiş oldu.